Deməli, IUCN-in Təbiəti Mühafizə Konqresinə gəlmişik. Burada pavilyonlar var və burada çox maraqlı texnologiyalar, sərgilər göstərilir. Arxamda gördüyünüz Ərəb Əmirliyinin Ətraf Mühiti Mühafizə Departamentinin belə deyək də dron texnologiyasıdır təbiəti qorumaq üçün və ərazinin idarə edilməsi işinə də məşğuldur. Yüzlərlə sərgi var. Burada həmçinin İdeya İctimai Birliyinin də pavilyonu var, ona da yaxınlaşacağım. Amma qısa göstərmək istədim, çox böyük bir tədbirdir. Yəni, dünyadan 10 mindən çox iştirakçının gəldiyi tədbirdir. Nəyə görə bu videonu çəkmək qərarı aldım? Ölkəmizdə təəssüf ki, IUCN nədir dedikdə belə çox insan bilmir. Halbuki dünyanın ən böyük təbiət mühafizə təşkilatlarından biridir. Yəqin ki, qırmızı kitabı eşitmişsiniz Azərbaycanın və qlobal qırmızı siyahı anlayışı da var ki, yəni orada da üzr istəyirəm, mühafizə olunan heyvanlardan və canlıların siyahısı var. Həmin siyahını hazırlayan qurum, yəni onun belə deyək də, yəni necə hansı növlərin qırmızı kitaba düşdüyünü, hansı kateqoriya olduğunu müəyyənləşdirən qurum məhz IUCN-dir. Belə izləmədə qalan daha çox video paylaşmağa çalışacağım.